Yox, mən bilirəm ki, bax məsəl üçün heç biz məsəl üçün dediyimiz belə də çox lüks təmirlər olanda orada heç kim yəni gedib mağazadan seçib belə deyim də şey almır. Xüsusi sifarişlə gəlir o. Bəli. Sifarişlə gəlir, onunla həll olunur. Heç o adamlar yəni hətta onu gedib Yox, almırlar. xüsusi sifarişlə olan divar kağızları var ki, onlar filizlin tərkibli olurlar. Doğrudan çox gözəl, yəni markalar var ki, onlar gedirlər dizayner xətti. Qiymət etibarilə o qədər də yüksək deyillər onlar. Düzdür, sifarişlə olunurlar. Yəni belə deyək də stoklama olmur onlarda. Yalnız müəyyən sifariş əsnasında sizə özəl olaraq istehsal olunur və gətirilir. Amma görüntü olaraq baxsanız birəbir emulsiya effektidir. Onu demək istəyirəm ki, əslində eyni görüntünü allatma üsulu, yəni amma yaxşı mənada allatmada o görüntünü almaq olur. Əslində mən sizə deyim ki, bax belə bir brendlər çoxdur da sahədə. Məsəl üçün Kavalin brendi var. Mən görmüşəm onun təmirlərində. O xüsusi sifarişlə gələn aboylar idi. Mən sadəcə olaraq belə qabağında durub aboya baxmışam. Nə qədər müddət bu necə işləməlidir də yəni. Özü bir əsərdir. Hə, əsərdir. O həqiqətən özü bir individual yığılır. Bəli, siz fikir versəniz özdə onların hamısının üstündə imza var. Hə, imzalar var. Çünki bax o proses özü elədir də. Hər bir işə imza atıldıqda və ya sənin imzan görünən və ya görünməyən olanda o iş individual olur. Əslində mən bu sizə yəni deyim ki, qiymət aralığına heç bir aidiyyəti yoxdur. yoxdur. Mən sizə deyim ki, həqiqətən bax mən düzdür, mən bilmirəm, heç təsəvvür eləmirəm onun qiyməti nə qədərdir, amma sadəcə olaraq qabağında oturdum, yəni mən heyran oldum da, yəni çox gözəl işləmə idi. Yəni orada belə abartı bir şey də yox idi, amma elə incə işləmələr, elə gözəl işləmələr, sadəcə olaraq nə qədər vaxt belə əlimlə hətta belə eləmişəm, baxmışam ki, bu nədir belə? Yəni çox maraqlı bir işləmələrdir. Yəni bilirsiniz, mən əslində gözəl olan hər bir şeyi sevirəm, xoşlayıram. Yəni zövq alıram ona hətta baxmaqdan. Çünki sənət əsəridir bunlar. Adamlar əziyyət çəkirlər onun üstlərindən. Amma belə deyim də, düzdür, mən məsəl üçün gedirdim, indi onun ola bilər ki, rulon olsun, nə bilim 2000, 3000 manat olsun, daha da baha ola bilər. Amma məsəl üçün gelirsən baxsan ki, 100 manatlıq, 150 manatlıq şeydə də bənzər nəsə bir şey var. Eyni. Hə, bənzər var. Hə. Amma belə deyim, mən ümumiyyətlə bir də ki, mən o məsələdə əleyhinəyəm çox keyfiyyətsiz şeylər almağa. Məsəl üçün evdə də hətta şey deyəndə mən aboyu çox keyfiyyətsiz aboy almıram. Yəni orta segment, amma qəşəng bir dizayn, bir layihəli bir şey götürməyə üstünlük verirəm. Nəyə görə? Mən düşünürəm ki, bunun tərkibində, ümumiyyətlə də ucuz aboyların tərkibində nə olduğunu mən bilmirəm. Doğrudur. Mən amma özümü niyə belə deyim də, risk atım ki, onu o mənim evimdə olacaq və mən 5 il, 10 il mənim evimdə olacaq, hansı ki... Amma mən eyni şeyi sizə təklif eləyə bilərəm, boya effekti. Amma boya ilə aboy effekti təklif eləyə bilərəm sizə. Boya ilə aboy effekti. Bəli. Mən eynisini yarada bilərəm sizin üçün. Amma məsələn, parça effekti yarada bilərəm. Məsələn, zamuşa effekti, koja effekti parça yarada effekti bilərəm. əslində gözəldir, hə, Bəli. gözəldir. Hərçənd ki, yəni bir müddət öncə daha bahalı mənzillərdə bu ipək materiallı ipək, aboylardan, bəli, divar bəli, kağızlarından bəli. istifadə olunur. Pis Amma qardaşa onun görürsən indi orada. birəbir eynisini boya ilə vermək olur. Hətta elə. Bəli. Yəni çox seçim etibarı ilə bir də zövq məsələsi var burada. Ki hansı divar hansı məhsulu istəyir.